Bugün danışmaq istədiyim mövzu dəyərsizlikdir. Əslində çox görüşlərdə, çox adamlarda görürəm bu problemi. İnsanlar özlərinə dəyər verməyi bacarmırlar. Nə də görürəm bunu. Məsəl üçün atıram, adam bir 1000 manatlıq işdə işləyir və deyir ki, maaşımı artırmaq istəyirəm. Deyirəm, əla, nə sənə mane olur? Deyir, mənimlə müqayisədə məsəl üçün mən 2 ildir işləyirəmsə, filan kəs 3 ildir işləyirsə, 4 ildir işləyirsə və o məndən 200 manat yuxarı alır, mən gedib istədiyim maaşı menecmentə deyə bilmirəm. Və bir müqayisə predmeti yaradır öz beynində. Yaxşı, detallara düşürsən, görürsən ki, o adamla bu adam tamam fərqlidir. O adamın yaşı fərqlidir, o adamın işləmə sürəti fərqlidir. Yəni hər bir şey fərqlidir. Amma digər ki, insanlar beyinlərində özləri üçün bir ssenari qururlar və bir müqayisə predmeti qoyurlar. Bu tək iş yerində deyil də, elə işə girmək istəyənlər hamının bir müqayisə predmeti olur. Əslində bunu eləmək doğrudurmu? Mən öz fikirlərimi bölüşəcəm sizinlə. Sizin də fikirlərinizi yazarsınız kommentlərə, mənim üçün maraqlıdır. Mən düşünürəm ki, ümumiyyətlə gərək kimləsə özünü müqayisə eləməyəsən. Nə mənada? Yəni sən bunu istəyirsənsə, öz dəyərini anlamalısan. Birinci dəyəri necə anlayaq? Dəyəri anlamaq üçün birinci sən gərək özünə inanasan. Əgər sən özünə inanmırsansa, o dəyəri heç vaxt yarada bilməyəcəksən. İnandan əlavə, ikinci məsələ, sən özün özünə sevirsənmi? Yoxsa yox. Bu vacib məsələdir. İlk etapda sən özün özünə inanıb, özünü sevib, özünü qəbullanmalısan ki, qarşındakılar da səni eyni qaydada qəbullansınlar. Bəzən biz deyirik ki, yox, mən bunu eləyim, bundan sonra özümü sevəcəm. Yox, sən onda özünü sevməyəcəksən. Sən onda özünə hörmət eləməyə başlayacaqsan. Hörmətlə sevgi başqa-başqa şeylərdir. Sevgi təmənnasız olur. Özünə hörmət isə müəyyən etapa, müəyyən bir uğura çatdıqdan sonra bizim özümüzə olan sevgimizdir. Biz bunu bəzən qarışdırırıq. Deyirik ki, qoy bir filan iş yerinə işləyək, gedib bunu bir qeyd eləyərik. Yəni, mənim özümə olan sevgim olacaq. Amma yox, o hörmətimiz olacaq. Sevgi isə sənin uğurlu, uğursuz vaxtında hər bir zaman özünə olan sevgindir. Və ən vacib məsələ, özünə olan inamın. Nə qədər inanırsan. Və burada ən vacib məqam da orada gəlir ki, sən özünü sevib, özünə inananda və özünü istədiyin arzunda, yəni beynində olan arzudakı olan yerdə özünü vizuallaşdıranda, sən artıq o arzuya doğru gedirsən. Məsəl üçün, həyatınızda 100% olub ki, belə deyirəm, bir telefon istəmisiniz, həqiqətən qəlbdən istəmisiniz və 3 ay, 4 ay, 5 ay sonra necəsə olub ki, o telefonu əldə eləmirsiniz. Və yaxud da maşın istəmisiniz, biz indi Azərbaycanlılar da maşın xəstəsiyik. Yəni, istəmisən bunu və bunu necəsə olub əldə eləmirsən. Və düşünmürəm ki, hər şey üçün də biz əziyyət çəkmişik də. Bəzən olub ki, istəmişik onu səmimi qəlbdən. Ona doğru həqiqi istəmiş, yəni ürəkdən istəmirsən sən onu. Və ona olacağına inanmısan. Və o, bir müddətdən sonra bizim öz həyatımızda vizual şəkildə öz əksini tapıbdır. Məndə də olub bunlar. Yəni, hətta bunun bəzən də bir 4 il, 5 il, bəlkə də 10 il bundan qabaqda baxırdım ki, ayda bu necə oldu? Mən bunu düşünürdüm, bu barədə xəyallar qururdum, buna çatmağa çalışırdım və bu bir gün artıq reallaşdı, mənim oldu. Mənim istədiyim kimi oldu. Yəni, bizim bəzən deyənlər həmişə istədiyimiz şeylər çox da əziyyətdən, çox da problemli olmadan deyil. Yəni, mən bunu əziyyət çəkməliyəm, mən buna doğru gecə-gündüz yox. Sən inanmalısan, özünü sevməlisən və sənin ona layiqli olduğunu bilməlisən. O zaman da hər bir şey sənə gələcək. Burada ən böyük problem nədir? Bu adi bir şey deyim. Biz hər gün proqramlaşdırmaya gedən, öyrənən, özü öyrənən hamı ilə danışırıq da. Hər kəsin içində öz inamından başqa hər şey var. Adamın özünə inamından başqa hər şey var. Qonşunun fikri, dostunun fikri, hər bir şey var. Amma öz qəlbinin səsini dinləməyəcək, özünə inanmayacaq, özünün növbəti 3-4 ayda hardasa bir yerdə işləməyini vizual şəkildə artıq beyində canlandırmayacaq. Və ondan sonra da sən artıq beynində necə ki uğursuzluq canlandırırsansa, yəni beynimiz bizim belə də güzgümüzlə hər şeyi əks elətdirir. Sən nə qədər ki uğursuzluğu canlandırırsan, o qədər sənin qarşına uğursuzluq çıxır. Əgər sən uğurlu bir şey canlandıracaqsansa, pozitiv olacaqsansa, inan ki sənin qabağına pozitiv çıxacaq. Hər şeydə ürəyin istədiyi kimi olacaq. Və sənin müvəqqəti etaplarda olan, necə deyim o, mənfi, negativ hissələrə elə də ciddi bir şey baxmayacaqsan. Və bir də burada bir məqam odur ki,
Biz istədiyimiz şeyə nail olanda, bayaq onu unutdum deməyə. Sən onu bilmirsən necə gəlir. Necəsə gəlir həyatına. Sən detal tutursan ki, okey, mən məsələn gəldim, məsələn, Codestarda proqramlaşdırma öyrəndim, getdim burada falan yerə intervyu. Yox, bir də görürsən elə olmur. Bir də görürsən oturmusan, öyrənmisən, hər şeyin var. Təsadüfən sən artıq ona hazırsan, mental olaraq hazırsan. Bir dostun gəldi ki, falan yerdə boş vakansiya var, hazırsanmı? Sən orada istəyirsən ora. CV-ni atırsan, indi məni kommentdə linçləyəcəklər. Dost tanışla işə gələnlər. Okey, bu da həyatdır. Və bura indi birin sözünü qoyub bursa gəlirəm. Əslində bu da maraqlı nüansdır ki, o adamlar, baxın, biz deyirik ki, filan kəsin tanışı var, o işləyir. Amma gedib onun psixoloji durumuna, onu baxacaqsansa, o daha rahatdır səndən. O sənin qədər detalları düşünmür, sənin qədər narahat deyil, sənin qədər həyatda o təşvişdə deyil, rahatdır. Və rahat olan insanda həmişə fikir verəcəksən, işi də rahat gedir. Amma sən oturursan, məntiqlə düşünürsən, yüz ölçürsən, bir bilçirsən, orada belə, burada belə olacaq. Digər ki, həyat səni istədiyin kimi aparmır. 100 dənə başqa ssenari gəlir və sən o ssenariyə hazır deyilsən. Çünki sən hələ bu dediyim etapları keçməmisən. Özünü qəbullanmırsan, özünü sevmirsən, özünə inanmırsan və bir dənə balaca bir səhv addım bitdi getdi. Sənin bütün xəyalların dağılır. Bütün o elədiyin dua, manifestin dağılır. Və mən özüm də son müddətdir, belə deyim də, bu şeyləri test edirəm və görürəm ki, hər dəfə sən yaxşı dalğada, yaxşı hisslərə qapandıqca sənin qarşına da gözəlliklər çıxır və sən o gözəllikləri görürsən. Və bir şey deyim, özünüzü bloklamayın, rahat olun, maksimal dərəcədə fikirlərinizi açın, özünüz bir oturun, özünüzlə bir söhbət eləyin, görün nə istəyirsiniz, vizuallaşdırın, bir long term, yəni bir uzun vədədə nə etmək istədiyinizi artıq beyninizə canlandırandan sonra, yəni mən demirəm, gecə oturdun, yatdın ki, səhəri gün özün proqramist görmək istəyirəm, yox, elə olmayacaq. Təbii ki, sənin bu 3D həyat deyil də, bu həyatda da bir actionların olmalıdır. Sən əlbəttə ki, ingilisini bilməsən, özün oturub cəhd eləməsən, nəyisə öyrənməsən, yəni sıfır adamı kimdir nə işə götürən? Sən özün cəhd edirsən və eyni qaydada özünə inanlı, özün mental tərəfdən, güclü tərəfləri işə salırsan və onlar üzərində işləyirsən və qısa periodlardan artıq istədiyinə doğru yavaş-yavaş gedirsən. Bunu bir yoxlayın və düşünürəm ki, maraqlı bir nəticə alacaqsınız. Fikirləriniz olsa kommentə yazın, oxuyacağam. Təşəkkürlər. Özünüzü qoruyun. Pozitiv olun.